Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və hazırda bizi dinləyən hər bir kəs. Yeni və ümid dolu bir bahar səhərində hər birinizi ən xoş duyğularla salamlayırıq. Məktəbimizin mədəni nəbzi hər gün yeni biliklərlə siniflərinizə qonaq gələn gələcəyin işığı FM radiosu efirdədir. Mikrofon arxasında mənəm, 6-cı B sinif şagirdi Xədicə Əzizdir. Bugün təqvimdə çox maraqlı, bizi tarixin dərinliklərinə və sənətin sehirli dünyasına aparan bir mövzu haqqında danışacağam. 18 may tarixi bütün dünyada beynəlxalq muzeylər günü kimi qeyd olunur. Gəlin keçmişin aynası və gələcəyin bələdçisi olan muzeylərin həyatımızdakı önəmi haqqında birlikdə düşünək və bu məkanların bizə nələr pıçıldadığını dərk edək. Beynəlxalq Muzeylər Şurasının qərarı ilə 1977-ci ildən bəri qeyd olunan bu günün məqsədi muzeylərin cəmiyyətin inkişafında əvəzsiz rolunu hər kəsə xatırlatmaqdır. Amma muzey sadəcə qədim əşyaların qorunduğu səssiz bir bina deyil. Muzey əslində canlı bir yaddaşdır. Zamanın dayandığı sehirli bir məkandır. Ora daxil olanda biz əsrlər əvvələ səyahət edir, ulu babalarımızın necə yaşadığını, hansı çətinliklərdən keçdiyini və nələr yaratdığını öz gözlərimizlə görürük. Muzeylər bir millətin mənəvi pasportudur. Əgər bir xalqın tarixini, onun keçdiyi şanlı yolu və yaratdığı sənət incilərini tanımaq istəyirsinizsə, onun muzeylərinə baxmalısınız. Orada qorunan hər bir eksponat, hər bir qədim saxsı-qab və ya rəsm əsəri bizə unudulmuş, lakin çox vacib olan bir hekayəni danışır. Bizi öz köklərimizə bir addım da yaxınlaşdırır. Azərbaycan muzeylərlə zəngin olan qədim bir ölkədir. Bizim İçəri şəhərdəki tarixi abidələrimizdən tutmuş, Milli İncəsənət Muzeyimizə, dünyada bənzəri olmayan Xalça Muzeyimizə qədər hər bir məkan bizim milli sərvətimizdir. Bu məkanlar bizə kim olduğumuzu, haradan gəldiyimizi və nələrə qadir olduğumuzu xatırladır. Muzeylər həm də böyük bir təhsil ocağıdır. Məktəbdə, kitablardan oxuduğumuz tarixi faktları muzeylərdə canlı şəkildə görmək, o ruhu hiss etmək biz şagirdlər üçün ən maraqlı və ən rəngli dərsdir. Muzeyləri ziyarət etmək bizim dünya görüşümüzü artırır. Estetik zövqümüzü formalaşdırır və qəlbimizdə vətənpərvərlik hisslərini daha da alovlandırır. Orada biz sadəcə əşyalara baxmırıq, həm də tarixin canlı şahidinə çevrilirik. Əziz məktəb yoldaşlarım, bəzən asudə vaxtımızda yalnız telefon və ya internetlə məşğul olmağa üstünlük veririk. Lakin unudulmaz bir gün keçirmək, ruhən dincəlmək və yeni şeylər kəşf etmək üçün muzeylər ən gözəl seçimdir. Bugün 18 may tarixində ölkəmizdəki əksər muzeylərdə açıq qapı günü elan edilir. Bu, biz şagirdlər üçün böyük bir imkandır ki, tariximizlə yaxından tanış olaq. Muzeylərin o sakit, amma çox şey danışan divarları arasında gəzmək bizə keçmişlə gələcək arasında sarsılmaz bir köprü qurmağa kömək edir. Unutmayaq ki, keçmişini tanımayan və öz köklərinə hörmət etməyən bir nəsil parlaq gələcəyini qura bilməz. Öz tariximizi dərindən bilmək bizə gələcəkdə daha böyük uğurlara imza atmaq üçün mənəvi güc verir. Muzeyləri qorumaq həm də mədəniyyətimizə və milli kimliyimizə sahib çıxmaq deməkdir. Oradakı hər bir əşyanın arxasında min illərin sınağından keçmiş bir zəhmət və böyük bir mədəniyyət durur. Biz gənclər bu dəyərləri öyrənməli və onları gələcək nəsillərə ötürmək üçün məsuliyyətli daşımalıyıq. Gəlin bu günü sadəcə bir təqvim günü kimi deyil, öz mənliyimizə açılan bir pəncərə kimi görək. Dostlarınızla, sinif yoldaşlarınızla birlikdə muzeylərlə tanış olun. Oradakı sənət əsərlərini seyr edin və tarixin nəfəsini bütün varlığınızla hiss edin. Çünki muzeydə keçirilən bir saat oxunan onlarla kitabın verə bilmədiyi canlı təəssüratı bəxş edir və insanı daxilən zənginləşdirir. Dəyərli dinləyicilər, tariximizin aynası olan muzeylərdən danışdığımız radio verilişimizin sonuna gəldik. Ümid edirəm ki, bugün paylaşdığımız hər bir məlumat tariximizə və incəsənətimizə qarşı yeni bir maraq və sevgi oyatdı.
Unutmayın ki, keçmişimizi öyrənmək gələcəyə atılan ən doğru və ən cəsarətli addımdır. Sizinlə mən idim, Xədicə Əzizli. Gələcəyin İşığı FM radiosu adından hər birinizlə kəşflərlə dolu, maraqlı və bilikli bir gün arzulayıram. Növbəti zəngə qədər özünüzü qoruyun, tariximizi sevin və öyrənməkdən əsla yorulmayın. Sağlıqla qalın, mədəniyyətlə qalın.